Qoç. Səhər saatlarından etibarən daxili enerjinizin artdığını hiss edərək ətrafdakı hər kəsi hərəkətə gətirmək istəyəcəksiniz. İş mühitində rəhbərliyin diqqətini çəkəcək cəsarətli təkliflər irəli sürmək üçün münasib şərait yaranır. Karyera pillələrində irəliləmək istəyirsinizsə, bu dəfə rəqabətdən qaçmaq yerinə öz bacarıqlarınızı nümayiş etdirməlisiniz. Maddi məsələlərdə plansız xərclərdən uzaq durmaq gələcək maliyyə sabitliyiniz üçün həlledici rol oynayacaq. Şəxsi büdcənizi idarə edərkən emosional qərarlar verməməyə çalışın, çünki anlıq həvəslər cibinizə ziyan vura bilər. Sevgi həyatınızda tərəfdaşınızla aranızda yaranan kiçik anlaşılmazlıqları səmimi söhbətlə həll etmək mümkündür. Subay qoçlar üçün yeni tanışlıqlar gözlənilir, lakin qarşınızdakı insanı tanımadan böyük ümidlər bəsləməyin. Psixoloji olaraq özünüzü gərgin hiss etdiyiniz anlarda qısa yürüyüşlərə çıxmaq fikirlərinizi durulaşdıracaq. Motivasiyanızı yüksək tutmaq üçün keçmiş uğurlarınızı xatırlamaq sizə əlavə güc verəcək. Sosial çevrənizdə sözü keçən şəxslərlə ortaq layihələr barədə müzakirələr apara bilərsiniz. Köhnə dostlarınızdan biri gözlənilmədən sizə maraqlı bir əməkdaşlıq təklifi ilə müraciət edə bilər. Ünsiyyət zamanı sərt tonlardan qaçmaq, xüsusilə yaxın çevrənizlə münasibətləri qorumaq üçün vacibdir. Gözlənilməz xəbərlər planlarınızı bir qədər dəyişməyə məcbur etsə də, çevik davranaraq vəziyyəti xeyrinizə çevirə bilərsiniz. Yolda olarkən diqqətli olun və tələsik qərarlar verərək riskə girməyin. Ev daxilində təmir və ya yenilik etmək fikriniz varsa, bu barədə ailə üzvlərinin də rəyini alın. Sağlamlığınıza diqqət yetirin, xüsusilə baş ağrılarına qarşı profilaktik tədbirlər görmək faydalı olar. Kreativ ideyalarınızı kağıza köçürmək üçün ideal zamandır, çünki təxəyyülünüz zirvədədir. Başqalarının problemlərini çiyninizə götürməzdən əvvəl öz daxili dincliyinizə vaxt ayırın. Həyatın ritmi sürətləndikcə prioritetlərinizi düzgün müəyyənləşdirmək sizi xaosa düşməkdən qoruyacaq. Hər bir addımınızda özünüzə olan inamı itirməməyə çalışın. Buğa. Sabitlik və rahatlıq axtarışınızın ön plana çıxdığı bir dövrə qədəm qoyursunuz. Peşəkar fəaliyyətinizdə uzun müddətdir üzərində çalışdığınız layihələrin bəhrəsini görməyə başlayacaqsınız. İş yoldaşlarınızla münasibətlərdə diplomatiyanı qorumaq, ofis daxili intriqalardan uzaq qalmaq üçün ən yaxşı yoldur. Maddi anlamda gözlənilməz bir gəlir və ya borcun qaytarılması sizi xeyli rahatladacaq. İnvestisiya etmək barədə düşünürsünüzsə, sahənin mütəxəssisləri ilə məsləhətləşmədən addım atmayın. İqtisadi vəziyyətinizi yaxşılaşdırmaq üçün əlavə iş imkanlarını dəyərləndirmək vaxtıdır. Romantik münasibətlərdə qarşı tərəfin ehtiyaclarına qarşı daha həssas olmağınız tələb olunur. Uzun müddətli əlaqəsi olanlar üçün gələcəyə dair ciddi qərarlar vermək və ya birgə planlar qurmaq aktual olacaq. Özünüzü emosional baxımdan təhlükəsiz hiss etmək üçün ev mühitində vaxt keçirməyə üstünlük verə bilərsiniz. Daxili dincliyinizi qorumaq üçün meditasiya və ya oxşar sakitləşdirici fəaliyyətlərlə məşğul olmaq məsləhətdir. Köhnə tanışlarla təsadüfi qarşılaşmalar sizə keçmişdə qalan bəzi xatirələri yenidən canlandıracaq. Sosial tədbirlərdə iştirak etmək əvəzinə bir neçə yaxın dostla səmimi mühitdə oturmağı üstün tutacaqsınız. Ətrafınızdakı insanların rəyləri bəzən sizi tərəddüdə sala bilər, lakin öz intuisiyanıza güvənməkdən çəkinməyin. Texnoloji cihazlarla bağlı xırda problemlər yaşana bilər, məlumatlarınızı nüsxələməyi unutmayın. Gözlənilməz səfər təklifləri gündəminizi dəyişsə də, bu səfərlər sizə yeni perspektivlər qazandıracaq. Sağlam qidalanma rejiminə keçmək üçün əla fürsətdir, bədəninizi dinləməyi öyrənin. Maddi qazanclarınızı düzgün yönləndirməklə gələcəkdə böyük bir yükdən azad ola bilərsiniz. Səbirli davranmaq sizin ən böyük silahınızdır, hadisələri tələsdirməyin. Kimsə sizdən kömək istəsə, imkanlarınız daxilində dəstək olun, lakin öz maraqlarınızı da unutmayın. Günün sonunda özünüzü mükafatlandırmaq üçün sevdiyiniz bir hobbi ilə məşğul olun. Həyatınızdakı nizamsızlığı aradan qaldırmaq üçün kiçik təmizlik işlərinə başlamaq zehninizi də açacaq. Əkizlər. Zehni fəaliyyətinizin və ünsiyyət bacarığınızın ən yüksək həddə çatdığı bir gündür. İş mühitində eyni anda bir neçə tapşırığı yerinə yetirməli olsanız da, çevikliyiniz sayəsində hər şeyin öhdəsindən gələcəksiniz. Yeni məlumatlar öyrənmək və bunları praktiki fəaliyyətinizdə tətbiq etmək sizə peşəkar üstünlük qazandıracaq. Maliyyə məsələlərində ehtiyatlı olmaqda fayda var, çünki reklam və ya cazibədar təkliflər sizi lazımsız xərclərə sövq edə bilər. Gəlirlərinizi artırmaq üçün yaradıcı yollar tapmaq qabiliyyətiniz büdcənizə müsbət təsir göstərəcək.
Sevgi münasibətlərində daha çox azadlıq və müstəqillik arzulaya bilərsiniz, lakin bunu partnyorunuza incitmədən izah etməlisiniz. Əgər təkliyi sevirsinizsə, bugün yeni insanlarla tanış olmaq üçün sosial mühitlərdə aktiv olmağınız tövsiyə edilir. Psixoloji olaraq dəyişkən ruh halında ola bilərsiniz, buna görə də vacib qərarları günün ikinci yarısına saxlamaq daha məqsədə uyğundur. Özünüzü ifadə etmək üçün yazı yazmaq və ya incəsənətlə məşğul olmaq sizə terapiya kimi təsir edəcək. Sosial əlaqələrinizdə dürüstlük və səmimiyyət ön planda olmalıdır, əks halda bəzi sirlərin açılması narahatlıq yarada bilər. Telefon zəngləri və mesaj axını sizi bir qədər yorsa da, əhəmiyyətli məlumatları qaçırmamağa çalışın. Gözlənilmədən gələn bir dəvət axşamınızı rəngləndirə bilər. Sənədləşmə işlərində diqqətli olun, imza atmalı olduğunuz kağızları 2 dəfə oxuyun. Ətrafınızdakı insanların tənqidlərinə qarşı həddindən artıq həssas yanaşmamağa çalışın. Yarımçıq qalmış təhsil və ya kurs planlarınızı yenidən nəzərdən keçirmək üçün yaxşı vaxtdır. Sağlamlıq baxımından tənəffüs sisteminizə diqqət yetirməli və təmiz havada daha çox vaxt keçirməlisiniz. Səyahət planlarınız varsa, bilet və rezervasiya detallarını təkrar yoxlayın. Fikirlərinizin dağınıqlığını toplamaq üçün gündəlik tutmaq sizə kömək edə bilər. Həyatınıza yeni daxil olan insanların həqiqi niyyətlərini anlamaq üçün zamana ehtiyacınız olacaq. Özünüzə olan inamınızı sarsıtmağa çalışan şəxslərə qarşı məsafəli davranmağı öyrənməlisiniz. Maraqlı və qeyri-adi xəbərlər eşitmək ehtimalınız yüksəkdir, lakin hər duyduğunuza dərhal inanmayın. Günün sonunda əldə etdiyiniz məlumatları analiz etmək üçün özünüzə sakit bir küncü tapın. Xərçəng. Həssaslığınızın artdığı bu dövrdə daxili dünyanıza çəkilmək və gələcək planlarınızı tək başına analiz etmək sizə çox şey qazandıracaq. İş yerində kollektivlə yaranan xırda gərginlikləri böyütməmək, enerjinizi tamamilə peşəkar vəzifələrinizə yönəltmək daha məqsədə uyğundur. Karyera yolunda qarşınıza çıxan maneələri emosiyalarla deyil, məntiqli addımlarla aşmağa çalışmalısınız. Maddi planda gözlənilməz bir xərc çıxa bilər, lakin bu vəziyyət büdcənizdə ciddi bir boşluq yaratmayacaq qədər idarə olunandır. Qənaət rejimini bir müddət prioritet halına gətirmək sizi gələcək iqtisadi dalğalanmalardan qoruyacaqdır. Sevgi münasibətlərində tərəfdaşınızın sizdən daha çox qayğı və diqqət gözlədiyini unutmamalı, ona vaxt ayırmalısınız. Subay xərçənglər keçmişdə qalan bir münasibətin yenidən gündəmə gəlməsi ilə bağlı tərəddüdlər yaşaya bilərlər. Psixoloji olaraq özünüzü kövrək hiss etsəniz də, ailə üzvlərinizin dəstəyi ruh yüksəkliyinizi bərpa etməyə kömək edəcək. Motivasiyanızı artırmaq üçün yaradıcılıq tələb edən hobbilərə və ya ev dizaynı ilə bağlı kiçik işlərə başlaya bilərsiniz. Sosial əlaqələrdə hər kəsə güvənmək yerinə sınaqdan keçmiş dostlarınızın məsləhətlərinə qulaq asmağınız tövsiyə olunur. Ünsiyyətdə olduğunuz insanların gizli niyyətlərini anlamaq üçün intuisiyanızın səsinə qulaq verməyiniz kifayət edəcək. Gözlənilməz bir telefon zəngi uzaqdan xoş bir xəbər gətirə və gününüzün axarını müsbətə doğru dəyişə bilər. Ev daxilindəki sükunəti qorumaq üçün mübahisəli mövzulardan qaçmaq və güzəştə getmək lazımdır. Sağlamlıqla bağlı həzm sisteminizə qarşı diqqətli olmalı, ağır qidalardan uzaq durmağa çalışmalısınız. Xəyallarınızın arxasınca getmək üçün daxili qorxularınızı bir kənara qoymağın vaxtı çatmışdır. İşgüzar görüşlərdə özünüzü daha inamlı təqdim etmək üçün geyiminizə və duruşunuza xüsusi fikir verin. Kiməsə borc verməzdən əvvəl öz ehtiyaclarınızı və maliyyə öhdəliklərinizi bir daha nəzərdən keçirin. Həyatın sizə təqdim etdiyi kiçik sürprizləri görməkdən və onlardan həzz almaqdan çəkinməyin. Gecə saatlarında yuxu rejiminə əməl etmək növbəti günə gümrah başlamağınızın əsas şərtidir. Şiir. Liderlik keyfiyyətlərinizin parladığı və ətrafınızdakıların sizdən nümunə götürdüyü bir energetik mərhələdəsiniz. İş həyatında mühüm qərarlar vermək və yeni layihələrin məsuliyyətini üzərinizə götürmək üçün əla fürsətlər yaranır. Yaradıcı yanaşmalarınız həm həmkarlarınız, həm də rəhbərlik tərəfindən yüksək qiymətləndirilərək nüfuzunuzu artıracaq. Maddi məsələlərdə özünüzə qarşı bir qədər səxavətli ola bilərsiniz, lakin lüks xərclərin həddini aşmamasına nəzarət edin. Yeni investisiya sahələrinə maraq göstərmək gələcək qazanclarınızın təməlini qoymaq üçün uğurlu ola bilər. Romantik əlaqələrdə ehtiras və coşqu artsa da, tərəfdaşınızın fikirlərini də nəzərə almağı unutmamalısınız. Tək olan şirlər cəlbediciliklərinin zirvəsində olduqları üçün maraqlı təkliflər və diqqət mərkəzində olmaqla qarşılaşacaqlar. Özünəinam hissinizin artması çətin vəziyyətlərdən asanlıqla çıxış yolu tapmağınıza kömək edəcəkdir.
Psixoloji gərginliyi azaltmaq üçün fiziki məşqlərə və ya rəqs kimi aktiv fəaliyyətlərə üstünlük verməyiniz vacibdir. Sosial çevrənizdə nüfuzlu şəxslərlə tanışlıq karyeranızda yeni qapıların açılmasına vəsilə ola bilər. Ünsiyyət zamanı özünüzdən razı görünməməyə, qarşı tərəfi də səmimiyyətlə dinləməyə çalışmalısınız. Gözlənilməz xəbərdarlıqlar köhnə bir iş ortağınızdan və ya rəqibinizdən gələ bilər, ona görə də ayıq-sayıq olun. Planlaşdırdığınız bir tədbirin təşkili zamanı xırda detallara daha çox vaxt ayırmağınız uğurunuzu təmin edəcək. Maddi risklərdən qaçmaq üçün riskli qumar və ya spekulyativ ticarət əməliyyatlarından uzaq durmaq şərtdir. Sağlamlıq baxımından ürək və qan-damar sisteminizi həddindən artıq yormamağa və stressdən qaçmağa çalışın. Səyahət etmək fikriniz varsa, marşrutunuzu öncədən müəyyənləşdirmək sizi zaman itkisindən xilas edəcək. Ədalətli davranmağınız həm iş, həm də şəxsi həyatınızda sizə olan etibarı daha da möhkəmləndirəcək. Özünüzə vaxt ayırmaq və şəxsi baxımınıza diqqət yetirmək ruh halınızı müsbət istiqamətdə dəyişəcək. Hər bir çətinliyi bir dərs kimi qəbul etsəniz, gələcək uğurlarınız daha qalıcı olacaq. Qız. Detallara olan xüsusi diqqətiniz və analitik zəkanız sayəsində ən mürəkkəb məsələləri belə asanlıqla həll edəcəksiniz. Peşəkar fəaliyyətinizdə nizam-intizam yaratmaq və sənədlərlə bağlı işləri qaydasına salmaq üçün ideal bir zamandır. İş yoldaşlarınızın buraxdığı səhvləri düzəltmək məcburiyyətində qalsanız da, səbrinizi qoruyub təcrübənizi bölüşməlisiniz. Maddi vəziyyətinizi analiz etmək və gələcək aylar üçün büdcə planlaması aparmaq sizi maliyyə sıxıntılarından uzaq tutacaq. Alış-veriş edərkən keyfiyyətə üstünlük verməyiniz uzun müddətli perspektivdə daha sərfəli bir addım olacaq. Sevgi həyatınızda biraz daha romantikaya və duyğularınızı ifadə etməyə yer verməyiniz münasibətləri canlandıracaq. Partnyorunuzla birlikdə intellektual mövzularda söhbət etmək aranızdakı bağın daha da dərinləşməsinə xidmət edəcək. Psixoloji olaraq özünüzü mükəmməllik axtarışında yormamağa, reallıqları olduğu kimi qəbul etməyə çalışın. Motivasiyanızın düşdüyünü hiss etdikdə təbiət qoynunda vaxt keçirmək və ya bitkilərlə məşğul olmaq sizi sakitləşdirəcək. Sosial əlaqələrdə tənqidi yanaşmanızı bir qədər yumşaltmaq, dostlarınızla münasibətlərdə səmimiyyəti qorumaq üçün vacibdir. Köhnə bir dostunuzun məsləhəti sizi mühüm bir yanlışı düzəltməyə sövq edə bilər. Gözlənilməz bir görüş iş həyatınızda yeni bir perspektiv qazanmağınıza və ya yeni bir kursa başlamağınıza səbəb ola bilər. Sağlamlığınıza qarşı hər zamanki kimi həssas olun, lakin xırda simptomları böyüdərək vəsvəsəyə düşməyin. Düzgün qidalanma və yuxu rejimi bu günlərdə sizin ən böyük enerji mənbəyiniz olacaqdır. Texnoloji alətlərin yenilənməsi və ya təmiri ilə bağlı məsələlər gündəminizə gələ bilər. İşgüzar yazışmalarda dürüstlük və dəqiqlik nümayiş etdirməyiniz qarşı tərəfdə ciddi bir təəssürat yaradacaq. Gözlənilməz rəsmi xəbərlər və ya sənədlərlə bağlı yeniliklər sizi qısa müddətli məşğul edə bilər. Həyatınızdakı hər şeyi nəzarət altında saxlamaq istəyiniz bəzən sizi yorsa da, bu xüsusiyyətiniz uğurunuzun açarıdır. Özünüzə qarşı daha şəfqətli olmağı və uğurlarınızla qürur duymağı öyrənin. Tərəzi. Ətrafınızda harmoniya və tarazlıq yaratmaq istəyiniz bugün rəhbər tutacağınız əsas prinsip olacaq. İş mühitində yaradıcı tərəfdaşlıqlar qurmaq və diplomatik qabiliyyətlərinizdən istifadə edərək gərginliyi azaltmaq üçün ideal zamandır. Karyeranızda irəliləmək üçün yalnız fərdi zəhmət kifayət etməyə bilər, ona görə də strateji müttəfiqlər qazanmağa fokuslanın. Maddi məsələlərdə estetik zövqünüz sizi bahalı, lakin lazımsız alış-verişlərə sövq edə bilər, buna görə də xərclərinizə nəzarət etməlisiniz. Gəlirlərinizi artırmaq üçün sənət və ya dizaynla bağlı layihələrdən gələn təklifləri ciddi dəyərləndirin. Sevgi həyatınızda qarşılıqlı anlayış və nəzakət münasibətlərinizin keyfiyyətini artıracaq, tərəfdaşınızla xoş bir axşam planlaşdıra bilərsiniz. Subay tərəzilər üçün qatıldıqları sosial tədbirlərdə maraqlı və intellektual biri ilə tanışlıq ehtimalı olduqca yüksəkdir. Psixoloji olaraq özünüzü daxili sülh axtarışında hiss edəcəksiniz, musiqi dinləmək və ya sərgi ziyarət etmək sizə çox yaxşı təsir edəcək. Motivasiyanızı qorumaq üçün ədalət hissinizə güvənin və haqsızlığa uğradığınızı düşündüyünüz məqamlarda səssiz qalmayın. Sosial əlaqələrinizdə hər kəsin rəyini almaq istəyiniz sizi qərarsızlığa sala bilər, buna görə də son sözü özünüz deməyi öyrənin. Köhnə dostlarınızdan gələcək gözlənilməz bir dəvət sizi keçmişin xoş xatirələrinə aparacaq. Ünsiyyətdə yumşaq və cəlbedici üslubunuz sayəsində ən çətin insanlarla belə dil tapa biləcəksiniz. Gözlənilməz xəbərlər bir məhkəmə işi və ya rəsmi sənədlə bağlı ola bilər, diqqətli olun.
Sağlamlıq baxımından böyrəklərinizi qorumalı və gün ərzində kifayət qədər su içdiyinizdən əmin olmalısınız. Evinizdə qonaq qəbul etmək və ya interyerdə kiçik dəyişikliklər etmək ruh halınızı müsbətə doğru dəyişəcək. Həyatın gözəlliklərini görməyə çalışın, lakin reallıqdan tamamilə qopmayın. Bir qərar verməzdən əvvəl tərəzinin hər iki gözünü dəqiqliklə ölçüb biçmək sizi səhvlərdən qoruyacaq. Həyatınıza yeni daxil olan insanların sizin enerjinizi sormasına icazə verməyin. Özünüzü sevməyə və dəyər verməyə daha çox vaxt ayırın. Əqrəb, daxili gücünüzün və iradənizin ən yüksək həddə çatdığı bir gündəsiniz, bu da sizə ən çətin hədəflərə belə çatmaq imkanı verir. İş həyatında rəqiblərinizdən bir addım öndə olmaq üçün strateji planlar qurmalı və sirlərinizi hər kəslə bölüşməməlisiniz. Karyeranızda böyük bir dönüş nöqtəsi ola biləcək gizli bir məlumat və ya təklif əldə edə bilərsiniz. Maddi məsələlərdə borc, kredit və ya ortaq qazanclarla bağlı mövzular gündəmə gələcək, hər bir rəqəmi dəqiqliklə yoxlayın. Maliyyə böhranlarından çıxış yolu tapmaq üçün instinktlərinizə güvənin, çünki onlar sizi heç vaxt yanıltmır. Sevgi münasibətlərində ehtiras və emosional dərinlik ön planda olacaq, lakin qısqanclıq hissini nəzarətdə saxlamağa çalışın. Tərəfdaşınızla aranızdakı bağın möhkəmlənməsi üçün səmimi və dürüst etiraflar etmək münasibətləri yeni mərhələyə daşıya bilər. Psixoloji olaraq özünüzü yenilənmiş hiss etmək üçün köhnə vərdişlərdən və sizə yük olan düşüncələrdən azad olun. Motivasiyanızı artırmaq üçün qarşınıza qoyduğunuz böyük hədəfi kiçik hissələrə bölün və hər uğuru qeyd edin. Sosial çevrənizdə kimin həqiqi dost, kimin isə sadəcə tanış olduğunu ayırd etmək üçün fürsətlər yaranacaq. Ünsiyyət zamanı sözlərinizin gücünü dərk edin və qarşı tərəfi manipulyasiya etməkdən qaçın. Gözlənilməz hadisələr bir miras və ya sığorta işi ilə bağlı irəliləyiş gətirə bilər. Sir saxlamaq bacarığınız bugün sizə ətrafdakıların daha çox etibar etməsinə səbəb olacaq. Sağlamlıq baxımından bədəninizin siqnallarına qulaq asın və lazım gələrsə profilaktik müayinələrdən keçin. Şuuraltı qorxularınızla üzləşmək və onları dəf etmək üçün bu enerjili gündən istifadə edin. Riskli addımlar atmazdan əvvəl bütün ehtimalları analiz etmək sizin üçün həyati əhəmiyyət kəsb edir. Səyahətə çıxmaq və ya yeni bir mövzuda araşdırma aparmaq zehni potensialınızı üzə çıxaracaq. Kiməsə kömək edərkən öz enerjinizi tamamilə tükətməməyə diqqət yetirin. Həyatın sirlərini kəşf etmək istəyiniz sizi maraqlı fəaliyyətlərə yönəldə bilər. Özünüzə olan inamınızı qoruyun və başqalarının sizi idarə etməsinə icazə verməyin. Ox atan. Macəra ruhunuzun və öyrənmək həvəsinizin coşduğu bir dövrdəsiniz, bu da sizi yeni üfüqlərə doğru səsləyir. İş yerində uzaq perspektivli layihələrə qoşulmaq və beynəlxalq əlaqələri genişləndirmək üçün münasib şərait mövcuddur. Karyera inkişafınız üçün fərqli mədəniyyətlərdən olan insanlarla ünsiyyət qurmaq və onların təcrübələrindən yararlanmaq faydalı olacaq. Maddi anlamda şanslı bir dövrdəsiniz, lakin qazanclarınızı dərhal xərcləmək yerinə gələcək üçün ayırmaq daha ağıllı addımdır. Xarici valyuta və ya xaricdəki yatırımlarla bağlı məsələlərdə uğurlu nəticələr əldə edə bilərsiniz. Sevgi həyatınızda azadlıq və dürüstlük ən vacib dəyərlər olacaq, tərəfdaşınızla birgə yeni yerlər kəşf etmək münasibətinizi canlandıracaq. Tək olan oxatanlar üçün fərqli dünya görüşünə malik, bəlkə də uzaq yerdə yaşayan birisi ilə maraqlı yazışmalar başlaya bilər. Psixoloji olaraq özünüzü çox optimist və enerjili hiss edəcəksiniz, bu pozitivlik ətrafınızdakı insanlara da sirayət edəcək. Motivasiyanızı yüksək tutmaq üçün gələcək səyahət planları qurun və ya yeni bir dil öyrənməyə başlayın. Sosial əlaqələrinizdə hər kəsə qarşı açıq fikirli olun, lakin hər deyilən vədə dərhal inanmayın. Ünsiyyət zamanı çox danışıb qarşı tərəfi yormamağa və biraz da dinləməyə səy göstərin. Gözlənilməz xəbərlər təhsil və ya hüquqi bir məsələnin müsbət həlli ilə bağlı ola bilər. Optimist yanaşmanız çətin situasiyalarda ən böyük xilaskarınız olacaqdır. Sağlamlıq baxımından qaraciyərinizi qorumalı və yağlı qidalardan qaçaraq aktiv hərəkətə üstünlük verməlisiniz. Yeni ideyalarınızı həyata keçirmək üçün lazım olan maddi və mənəvi dəstəyi tapmaqda çətinlik çəkməyəcəksiniz. Həyatın fəlsəfəsini anlamağa çalışmaq və mənəviyyatla bağlı mövzulara maraq göstərmək ruhunuzu dincləndirəcək. Sərhədləri aşmaqdan və risk etməkdən qorxmayın, çünki bugün bəxt sizin tərəfinizdədir. Səyahət sənədlərinizi və pasportunuzu yoxlamağı unutmayın, yaxınlarda yola çıxmalı ola bilərsiniz. Başqalarına verdiyiniz sözləri yerinə yetirmək nüfuzunuzu qorumaq üçün vacibdir. Öz daxili azadlığınızı heç bir maddi qazanca dəyişməyin. Oğlaq.
Nizam, intizam və məsuliyyət hissinizin ön plana çıxdığı, gələcək üçün möhkəm təməllər atacağınız bir gündür. İş həyatında göstərdiyiniz peşəkarlıq və detallara verdiyiniz önəm rəhbərliyin gözündən qaçmayacaq, nüfuzunuzun artması üçün münasib zəmin yaranacaqdır. Karyeranızda qarşınıza çıxan uzun müddətli tapşırıqları səbirlə yerinə yetirməli, anlıq nəticələr üçün keyfiyyəti qurban verməməlisiniz. Maddi məsələlərdə ehtiyatlı və mühafizəkar davranmaq sizin üçün ən doğrusudur. Riskli investisiyalardan bu dövrdə uzaq durmağınız məsləhətdir. Gəlirlərinizi artırmaq üçün yeni strategiyalar qura bilərsiniz, lakin hər bir addımı öncədən hesablamağınız vacibdir. Sevgi münasibətlərində ciddiyyət və etibar axtarışınız artacaq, partnyorunuzla gələcək planlar barədə ciddi söhbətlər edə bilərsiniz. Subay oğlaqlar üçün iş mühitində və ya rəsmi bir tədbirdə tanış olacaqları şəxs maraq dairələrinə daxil ola bilər. Psixoloji olaraq özünüzü bir qədər yorğun hiss etsəniz də əldə etdiyiniz kiçik uğurlar motivasiyanızı yenidən bərpa edəcək. Daxili gücünüzü toplamaq üçün tək qalmağa və planlarınızı nəzərdən keçirməyə vaxt ayırın. Sosial əlaqələrdə daha çox işgüzar görüşlərə üstünlük verəcəksiniz, lakin yaxın dostlarınızı da tamamilə unutmayın. Ünsiyyət zamanı biraz daha səmimi və rəhmdil davranmaq qarşı tərəfin sizə olan rəğbətini artıracaq. Gözlənilməz xəbərdarlıqlar köhnə bir borc və ya yarımçıq qalmış bir öhdəliklə bağlı ola bilər, onları dərhal həll etməyə çalışın. Sağlamlıq baxımından sümüklərinizə və dişlərinizə diqqət yetirməli, kalsiyumla zəngin qidalara üstünlük verməlisiniz. Ev daxilindəki məsuliyyətlərin artması sizi bir qədər sıxa bilər, lakin işləri bölüşdürərək yükünüzü azalda bilərsiniz. Hər bir addımınızda reallıq hissini itirməyin və xəyallara qapılmadan hədəfə doğru irəliləyin. Şəxsi sərhədlərinizi qorumaq sizi başqalarının lazımsız tələblərindən xilas edəcək. Maddi qazanclarınızı qorumaq üçün rəsmi sənədlərin qaydasında olduğundan əmin olun. Günün sonunda özünüzü uğurlarınız üçün mükafatlandırmağı və istirahət etməyi unutmayın. Dolça. Yenilikçi ideyalarınızın və azadlıq sevginizin zirvədə olduğu bir gündür, bu da sizi qeyri-adi qərarlar verməyə sövq edəcək. Peşəkar fəaliyyətinizdə texnologiyadan istifadə etmək və ya iş metodlarınızı modelləşdirmək sizə böyük üstünlük qazandıracaq. Karyera yolunda fərqli və orijinal layihələr təklif etməkdən çəkinməyin, çünki bugün fərqliliyiniz sizin ən böyük gücünüzdür. Maddi məsələlərdə gəlirlərinizi artırmaq üçün internet və ya rəqəmsal platformalar vasitəsilə yeni imkanlar kəşf edə bilərsiniz. Dostlarınızla birgə maliyyə layihələrinə başlamaq maraqlı görünsə də, bütün şərtləri əvvəlcədən yazılı şəkildə qeyd etməyiniz vacibdir. Sevgi həyatınızda tərəfdaşınızla intellektual uyğunluq axtaracaqsınız, maraqlı müzakirələr aranızdakı bağı gücləndirəcək. Tək olan dolçalar üçün sosial media və ya maraq qrupları vasitəsilə yeni və maraqlı birisi ilə ünsiyyət başlaya bilər. Psixoloji olaraq özünüzü çox enerjili və hər kəsdən fərqli hiss edəcəksiniz, bu da sizin yaradıcılıq potensialınızı artıracaq. Motivasiyanızı yüksək tutmaq üçün gələcəyə yönəlmiş xəyallar qurun və onları reallaşdırmaq üçün kiçik addımlar atın. Sosial əlaqələrinizdə hər zaman olduğunuz kimi humanist və səmimi davranacaqsınız, bu da sizə yeni dostlar qazandıracaq. Ünsiyyət zamanı fikirlərinizi bir qədər dağınıq ifadə etməməyə, əsas məqsədə fokuslanmağa çalışın. Gözlənilməz hadisələr qəfil bir səyahət və ya texnoloji bir cihazın alınması ilə bağlı ola bilər. Ətrafınızdakı insanların problemlərinə biganə qalmamağınız sizi cəmiyyətdə daha çox sevdirəcək. Sağlamlıq baxımından sinir sisteminizi qorumalı və həddindən artıq zehni yorğunluqdan qaçmaq üçün fasilələr verməlisiniz. Özünüzü bir qəlibə salmaq istəyən şəxslərə qarşı nəzakətlə, lakin qətiyyətlə yox deməyi bacarmalısınız. Həyatın rutinindən qaçmaq üçün yeni bir hobbi və ya qeyri-adi bir kurs seçmək sizə çox yaxşı təsir edəcək. Gözlənilməz rəsmi dəyişikliklər planlarınızı alt-üst etsə də, çevikliyinizi istifadə edərək vəziyyətdən çıxacaqsınız. Hər kəsin getdiyi yolla deyil, öz cığırınızla getmək sizi əsl uğura çatdıracaq. Daxili səsinizi dinləyin və cəmiyyətin təzyiqlərinə boyun əyməyin. Balıqlar. İntuisiyanızın və təxəyyülünüzün ən yüksək səviyyədə olduğu bu gündə daxili dünyanızdakı sükunət sizə böyük işlər görmək üçün güc verəcək. İş həyatında yaradıcılıq tələb edən sahələrdə uğur qazanmaq ehtimalınız çox yüksəkdir. Emosional zəkanızla problemləri həll edəcəksiniz. Karyeranızda başqalarına kömək etmək istəyiniz sizi kollektivin sevimlisinə çevirəcək, lakin öz vəzifələrinizi də unutmamalısınız. Maddi məsələlərdə biraz dalğın ola bilərsiniz, buna görə də ödənişləri və sənədləri diqqətlə yoxlamağınız tövsiyə olunur.
Xeyriyyəçiliklə məşğul olmaq və ya kiməsə maddi dəstək vermək sizə mənəvi rahatlıq gətirsə də, öz büdcənizi tarazlıqda saxlayın. Sevgi münasibətlərində romantizm və fədakarlıq ön plandadır. Tərəfdaşınızla ruhsal bir bağ qurmaq üçün səmimi vaxt keçirə bilərsiniz. Subay balıqlar üçün sirli və cəlbedici bir şəxslə qarşılaşmaq daxili həyəcanı artıran bir hadisə ola bilər. Psixoloji olaraq ətrafdakı insanların negativ enerjisindən qorunmaq üçün özünüzə bir növ qalxan qurmağa ehtiyacınız var. Motivasiyanızı artırmaq üçün su kənarında vaxt keçirmək və ya incəsənətlə məşğul olmaq ruhunuzu qidalandıracaq. Sosial əlaqələrdə çox həssas davranmaq bəzən sizi incidə bilər, ona görə də hər sözü şəxsi qəbul etməməyə çalışın. Ünsiyyətdə olduğunuz insanların həqiqi niyyətlərini hiss etmək bacarığınız sizi yanlış addımlardan qoruyacaqdır. Gözlənilməz xəbərlər gizli qalmış bir məsələnin üzə çıxması ilə bağlı ola bilər, soyuqqanlılığınızı qoruyun. Sağlamlıq baxımından ayaqlarınıza və immunitet sisteminizə diqqət yetirməli, soyuq dəymədən qorunmalısınız. Yuxularınız bu günlərdə sizə mühüm mesajlar verə bilər, onlara diqqət yetirməyiniz faydalıdır. Həyatın sərt reallıqlarından qaçmaq yerinə onlara yaradıcı həll yolları tapmağa fokuslanın. Səhv anlaşılan bir mövzunu düzəltmək üçün səmimiyyətinizi nümayiş etdirməyiniz kifayətdir. Maddi itkilərdən qaçmaq üçün şübhəli maliyyə təkliflərinə qarşı ayıq olun. Günün sonunda dualar və ya meditasiya ilə daxili harmoniyanızı möhkəmləndirin.